Sülh planı ilə bağlı bəzi sənədlər hazırdır. Zelenski, Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov dekabrın 25-də Vaşinqton nümayəndələri ilə ABŞ-ın sülh təşəbbüslərini müzakirə etməyə davam edəcək. Sülh sazişi üçün bəzi sənədlər artıq hazırdır. Axar Az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski axşam müraciətində deyib. Qeyd edək ki, bundan öncə Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff və Amerika liderinin kürəkəni, sahibkar Jared Kushner ilə telefon danışığı aparıb. Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı seçim qarşısında qoyub. Paşinyan Kremlə təklif edib ki, Rusiya Ermənistanı Azərbaycan və Türkiyə ilə birləşdirən dəmir yollarını bərpa etsin. Axar Az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. Paşinyanın Moskvaya müraciət etməsinin səbəbi budur ki, keçmiş prezident Robert Köçəryan vaxtilə daxili dəmir yollarını Rusiya Dəmir Yol İdarəsinə satıb. Paşinyan da bundan çıxış edərək Rusiyanın balansında olan Ermənistan dəmir yollarının bərpasını Moskvadan xahiş edib. Moskvanın bu xahişə müsbət və ya mənfi cavablarından hər biri Paşinyanın xeyrinə olacaq. Rusiya hökuməti dəmir yollarının bərpasına razılaşarsa, Ermənistan pul xərcləmədən keçmiş SSR dövründə mövcud olan dəmir yollarını bərpa etmiş olacaq. Əgər Rusiya hökuməti İrəvana mənfi cavab verərsə və ya məsələnin həllini uzadarsa, Paşinyanın Ermənistan dəmir yollarını Rusiyanın balansından çıxarması üçün əsası olacaq, politoloq bildirib. Bakı və Moskvadan Kadırova qadağa, tədbirə buraxılmadı. Çeçenistan rəhbəri Ramzan Kadyrovun Azal təyyarəsinin qəzasında həlak olanların xatirəsinə ucaldılmış abidənin açılışında iştirak etməsi qadağan edilib. Axar Az xəbər verir ki, bu barədə Kremlyovskaya Tabakerka kanalı məlumat yayıb. Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev və Azalın baş direktoru Samir Rzayev abidənin açılışı üçün Groznyaya gediblər. Yerli hakimiyyəti isə Çeçenistan Respublikası administrasiyası və hökumətinin başçısı Qalas Taymasxanov təmsil edib. Lakin Ramzan Kadyrov orada olmayıb. Ramzan Kadyrovun tənqidçiləri bunu onun səhhətinin pisləşməsi ilə əlaqələndirirlər, lakin bilirik ki, onun yoxluğu Bakı ilə Moskva arasında razılaşmanın bir hissəsi idi. Kreml Kadyrovun abidənin açılışında iştirakını qəti şəkildə qadağan etmişdi, məlumatda qeyd olunub.